Salam dostlar, mən Aqil. Bugün sizlərlə birlikdə oyun kanalımda ilk videomu paylaşıram. Gördüyünüz kimi qabağıma bonus sandıq gəlib. İlk dəfə oyuna başlayanda gələn sandıq. Bu arada kanalımın açıqlama bölümündə də bildirmişəm. Ümid eləyirəm ki, kanalın 1K abunə sayısını görər. Kanalımın açıqlama hissəsində dostum Yusuf'un kanalının adını da dəqiq bir şəkildə yazmışam. Dostumun kanalının adı Yusuf Craft altdan xətt 7755. Onun da kanalına abunə ola bilərsiniz. Yeni başlamışam deyə biraz öyrəşməmişəm oyuna. Əlimə baltanı alım, rahat olsun. Qoyuna baxın, qabağımda dayanıb. Təbii ki, bütün Minecraft sevərlərin, Minecraft ümumiyyətlə Minecraft oynayan insanların hamısı ilk dəfə ya ovlanırlar öz qida ehtiyaclarını qarşılaya bilmək üçün, ya da odun toplarlar. Mən də odun toplayacağım. Mənim tək edə biləcəyim şey video paylaşmaq və abunəçilərimin olmağıdır. Qalan sizə qalır. Yəni siz abunə olaraq mənə dəstək ola bilərsiniz. Bunu unutmayın. 100 abunə olduqda sual-cavab videosu gələcək. İlk öncə mən ev tikmək üçün yaxşı bir yer tapmalıyam. Gedim ev tikmək üçün yaxşı bir yer tapım, gəlirəm. Dostlar, ev tikmək üçün belə bir yer tapdım. O bir yerlərə baxanda yaxşıdır. İndi buranı təmizləyim. Tam burada, baxın. Burada ev tikəcəm. Çox böyük bir ev tikmək istəmirəm. Mənə görə bunun mənası yoxdur. Havaya da baxıram, hava da yaxşıdır. Kürək düzəltməmişəm, ona görə məcbur baltayla kəsirəm. Götürdüyüm torpaqları əlimə alım və onları buraya belə düzüm. Bunun səbəbi yaxşı görsənmək üçündür. Burada bir adet koyun. Planım buraları yaxşılaşdırmaqdır. Təpəyə dönüşdürməkdir. Yoxsa buradan həmişə düşəndə canımız gedəcək. Düzəldi. Bu qədər bəsdir. Xeyli odunumuz var. Və bu qədər bizə də xeyli bəs eləyəcək, yəni. İstəyirəm buranı da biraz torpaqla doldurum. Ona görə buralardan torpaq qazacağım.
torpaq qazdım. İndi buraları torpaqla doldurum. Çəmənli hissələr başqa çəmənsiz hissələri də çəmənli edir. Bizim şansımıza baxır. Altda mağara tapdıq. Buranı bir odunla işarələyirəm. Nəysə, tikməyə başlayayım. At geç buradan. İki hissədən ibarət biraz az oldu. Ona görə dəyişəcəm. Çox az oldu deyə düzləmirəm. Hətta buraları biraz da çoxaltmaq istəyirəm əslində. Hər tərəfə biraz qoymaq bəs eləyir. Havanı dəyişməliyəm. Bu mənim hiləmdir. Saatı gündüz eləyirəm və zombilər gəlmir. Nəysə, buradakı torpaqları qazım. Dediyim kimi, yenə deyirəm, ev tikəcəyim yeri biraz böyüdəcəm və yaxşı bir ev tikəcəm. Səsim biraz zəif çıxa bilər, çünki biraz yorulmuşam ona görə. Bunlarda zombi səsi gəlir. Bu arada çəkinmədən bütün hər istədiyiniz şeyi mənə bildirə bilərsiniz. Məsələn, nə istəyirsiniz, nə çəkməyimi istəyirsiniz. Sonra səsini biraz gür çıxart. Nə bilim, Minecraft'da neynə, mağara tap, mağarada elmas qaz, yəni almaz qaz və s. Bütün istəklərinizi mənimlə bölüşə bilərsiniz. Yəni mən də onu eləyəcəm. Ya da evimi burada tikəcəm. Bura çiftlik düzəldəcəm. Elə qərara gəldim. Buradan başlasın evim. Belə. Evi tikib gəlirəm. Bir daha salam dostlar. Sabahsı gündən videonu çəkməyə davam eləyirəm. Keçən dəfə videonu çəkmək tam mümkün olmadı. İndi videonun qalanını çəkirəm. Dediyim kimi ilk öncə evimi tikəcəm. Ondan sonraki günlərdə, ondan sonraki videolarımda isə başqa məsələn madənə, mağaraya gedəcəm. Madənçilik eləyəcəm də bir sözlə. Odun çatmır. Gərək gedim odun toplayayım. Lazıma qədər odun topladım. İndi evimin tikilişinə davam edim.
Evimin dəyişikliyini də istəyirsiniz, sonunda kommentlərdə, yorumlarda bildirə bilərsiniz. Bura bir dənə qapı, burada bir pəncərə qoyacağım. Mesela hələ ki buranı bağlayacağım. Bir dənə qapı düzəldim. Qapı üçün də ilk dəfə lazımdır. Sandığını da koyum. Qapı üçün biraz da odun lazımdır mənə. İki odun götürsəm bəs eləyir. Öyle bu iki götürdüğüm odun keyfiyyətli odun oxşur. Zombilerin burada ne işi var ya, böyle baktı. Kapı aldım. Koydum buraya. Daha zombiler mənə heç nə eləyə bilməzdir. Yün olsaydı özümə yataq düzəldərdim. Dəqiqəyə səhv elədim mən. Daha çox oduna ihtiyacım var. Hələ ki rənginə fikir vermirəm taxtaların. Əlimə hansı taxta gəldi elə eləyəcəm. Bu ortanı heç olmasa biraz dəyişə bilərəm. Ortaya bununla dəyişim. Hələ ki yarısı qəşəng oldu. Dostlar, cəsarət eləyəcəm. Odunu tez götürəcəm. Bu qədər bəs eləyər. Tez. Rahatladım.
Yarısı hazır oldu. Elimdə balta. Gedirəm. Tez. Bitti. Evim hazırdır. Hatta biraz bəzəyildi. Bir tane de artık kaldı. Bunu da kapının altına her iki tarafına koyayım. Neyse uşaqlar, məncə bu qədər video uzun oldu. Gələn videoda part 2-də görüşənə dək videoma like atmağı, kanalıma abunə olmağı və həmçinin dostum Yusufun kanalında abunə olub videolarına like atmağı unutmayın. Sizləri çox sevirəm. Bay bay.